Pərvin, sənin aktrisa olaraq səndən yox, tamaşaçı olaraq səndən soruşuram. Bugün efirlərdə olan qadağalar, bir çox müğənnilər efirlərə çıxmırlar, efirdə yoxdurlar. Nazil, sən də bu suala cavab verə bilərsən. Sizin üçün efirdə maraq varmı? Bu səhər dururdunuz, məsəl üçün, şəhəri qoyun gün orta adrenalin filan. Yəni maraq varmı bugün televiziyalara səncə? Məndə yəni o səhərlər durum veriliş izləyim, Azərbaycan kanallarına baxıram. Ümumiyyətlə Instagramda, sosial şəbəkədə görürdün. Hə, səhər ayılıram. Bugün durğunluq varmı, yoxmu? Səhər gözümü açan kimi ilk Instagrama girirəm, xəbərlərə baxıram, ümumiyyətlə nələr baş verir onlara baxıram. Belə müğənnilərin efirdə olmamağı məni narahat eləmir. Elə özümün də olmamağını narahat eləmir. Bəzən hətta... Və sənin də adın o qalma, o siyahıda olmuyor. Bax, sən aktiv yox, nəyə deyim? Mənim adım... Onu niyə görə bəs? Mən bilmirəm o hansı sayt idi. Onu kim eləmişdi səncə? Onu hansı sayt eləmişdi? Birinci, bilmirəm, düz idi, düz deyildi. Amma ikincini mən şəxsən məhz bunu araşdırdım. Pərvin Abıyeva ildə 2 dəfə efirə çıxar ya çıxmaz. Mən doğrudan da yəni efirlərə çıxan adam deyiləm. Geyimimə fikir verən adamam efirdə. Sən özün şok olmadın ki, o siyahıda sənin adın var. Danışıma fikir verən adamam efirdə. Yəni, mənim üçün bir qadağa niyə gəlsin? Yoxdur elə bir qadağa. Mən bunu araşdırdım. Yox, sənin adın yox, Pərvinin adı mənə şok oldu ki. Mən sadəcə çox nadir insanların efir təklifini qəbul edirəm. Özünüz də görürsünüz, çox nadir insanlar. Onlar da mənə çox yaxın olmalıdır, dostum olmalıdır ki, İsadır, sənsən, Pərvizdir. Bir neçə, yəni, faktdır, vüsalədir. Çox az adamın verilişi.